İndi özünüz baxsınız, bu internet səhifələri bizim içərimizdə daxil olub, bizim qəzetə daxil olub. İnternet səhifələri ümumiyyətlə sahələr yox olur. Mən Lətif Zərbəliyev, uzun müddət 47 il Salyan Mədəniyyət rəhbərlik etmişəm, müxtəlif vəzifələrdə çalışmışam. Bizim vaxtımızda ümumiyyətlə regionlarda, rayonlarda, yəni klub mədəniyyət evlərində vəziyyət çox acınacaqlıdır. Misal üçün, vaxtı ilə bir 15 il, 10 il bundan qabaq mədəniyyət evlərində, klublarda, kəndlərdən danışırıq müəssisələrində dram dərnəkləri var idi, bədii öz fəaliyyət kollektivlərinin dərnəkləri var idi, rəqs dərnəkləri var idi. Bugün onların heç biri yoxdur. Yəni, insanlarda maraq yoxdur. Qabaq böyük konsertlər olurdu, Ağustos vaxtının çəmənli təşkilindən əlaqədar olaraq kolxoz, safxoz işləri, gəlirlərdi mədəniyyət evinə, kənd mədəniyyət evinə, işdən sonra istirahət edirlər, konsertlər verir, öz fəaliyyət kollektivlərinin iştirakında konsertlərimiz olardı. Bugün onların heç birində maraq yoxdur. Bugün insanlar maraq ancaq bayağı mahnılar, bayağı musiqiləri. Bu da internet dövrü olduğundan görədir bəlkə. Amma bugün məsələn, rəqsə böyük maraq var, rəqs kollektivlər böyük var. Məsələn, indi bəzi kəndlərdə də var, rəqs dərnəklər var, kənd klublarında. Sonra rəssamlığa böyük maraq var. Var, həqiqətən maraq var. Rəssamlığa, kənd klublarında da var maraq. Həm də orada demək istəyirəm ki, Salyan, bilirsiniz ki, Salyan bölgəsi indi sənət mədəniyyət diyarıdır. Salyanda Qulu Əsgərov kimi böyük bir sənətkar yetişib. Aşıq Pənah kimi böyük bir aşıqlar ustadı yetişib. Virtuoz ifaçısı, simli alətlər ifaçısı Həsən Ağa Sadov, Həsən Məmmədov kimi xalq artisti Salyandan götürüb. Aslan İlyasov kimi qarman ifaçısı. İndi adların saymaqla çoxdur Salyanla yetişib, amma bugün o ənənə yoxdur bugün. Salyanda, Təyyar müəllim, aşıq sənəti ümumiyyətlə yoxdur. Muğam sənəti azmaz var, indi bir şey var. Məsələn, qarman ifaçısı yoxdur. Sən deyən yoxdur ya, məsələn, o qədər musiqi yoxdur. Buyurun. Məsələn, o vaxtda gənclər daha çox nəyə maraq göstərirlər, kinoya maraq göstərirlər və yaxud da ki, teatra mı, nəyəsə maraq göstərirlər? Bəli, kinoya böyük maraq var idi o vaxtlar. Biz çox gənc idik o vaxt, özümdən danışıram. Bizdə Kosmos kinoteatr var idi. İndi də var, adı qalıb orada. Orada növbə ilə, 3 növbə, Babək kinoteatrda, indi adı sonradan oldu, Kosmos qoydular adını. 3 növbəli idi orada. Cəmaat əlindən yer dəvərmək olmurdu. Sonra konsertlərə, öz fəaliyyət konsertlərə böyük maraq var idi. Cəmaat hətta bilet satılırdı konsertlərə növbə ilə. Bugün onlara maraq yoxdur, gəliş yoxdur. Mən özümdən götürürəm. Mən işlədiyim dövrdə gördüm ki, hədizdən artıq maraq ölür, maraq get-gedə azalır. Məktəbləri güclə dəvət edirik. Bugün məktəblər də gəlmir. Yoxsa mədəniyyət evi boş-boşuna qalır. Gəliş yoxdur. Dərnəyə gəliş yoxdur. Az çox rayon mərkəzlərində, bayaq dediyim kimi, rəsm dərnəklərə həvəs var, sonra rəqs kollektivində həvəs var. Beləncədir. Tədbirlərin ancaq kənd klubları ilə keçirirlər. Öz tədbirlərini yaradıcı ziyalıların ad günləri ilə, məsələn, tutaq ki, Əliağa Kürçəlinin jubileyi bugün, Həsən Məmmədovun jubileyi var. Elə bir tədbirlərlə işlərin yola verirlər gedir. Yəni bugün vəziyyət budur. Bunun ancaq əlacı odur ki, öz fəaliyyəti gücləndirmək, təbliğat aparmaq, gedib yerlərdə müəyyən qruplarla söhbətlər aparmaq, nə bilim, gəncləri öz fəaliyyətə cəlb eləmək. Məsələn, Respublikamın tanınmış musiqilərini rayonlara, bölgələrə cəlb eləmək, məktəblər olan görüşünü təşkil eləmək, bizim musiqi məktəblərində xanəndəlik kurslarını, təbliğatı artırmaq, musiqiyə həvəs ancaq yalnız belə ola bilər. Mən belə başa düşürəm.